Səidə xanım, xoş gəlmisiniz. Çox şadam ki, məni verilişinizə dəvət eləmişsiniz. Səidə xanım, səhərinizi nə ilə başlayırsınız? Su, çay, qəhvə, yoxsa? Mən çayı çox sevirəm. Demək olar ki, kofe içmirəm. O zaman bir çay gəlsin, başlayaq. Ay, çox təşəkkür eləyirəm, buyurun. Çox sağ olun. İlk teleqonağımız Aybəniz Haşimovanın sualı sizə yönləndirməsi ilə buradasınız. Hazırsınızsa başlayaq. Böyük məmnuniyyətlə. Hələ birinci bax bu sualdan başlayaq. Teatr yoxsa kino? Hansı sizin potensialınızı daha çox göstərə bilir? İkisi də maraqlıdır və mənim potensialımı tamaşaçıya ikisi də çatdıra bilər. Bəs fərqi nədədir? Fərq odur ki, tamaşaçı hansını daha çox bəyənir? İndi isə ikinci sualımıza. Eynəyi unutduq. Eynəksiz görə bilmirəm. Səidə xanımın həyatla bağlı gəldiyi nəticə hansıdır? Çox fəlsəfi və mürəkkəb sualdır. Mən birincisi açıq deyim ki, yaşımı hiss eləmirəm. Və tamaşaçılar da çalışıram ki, istər oyun tərzində, istər danışığımda, istər davranışımda o yaşa dolduğumu təmkinlə yaşayın və təmkinlə də başa salım. Keçək üçüncü suala. Həyatın insanı okeanın dibinə çəkdiyi məqamlar olur. Bəli, olur. Təslim olub zamana buraxmaq ya mübarizə aparmaq. İlk dünyaya gəldiyin gündən son günə qədər həyat mübarizədir. Bunun çətin və asan mübarizəsi olur. Həyatın maraqlı olması üçün hələ çətinliklər də görmək lazımdır. Bərkdən boşa keçmək üçün. İnsanın müdriklük çağı var. Mən 60'ı keçmişəmsə, deməli artıq müdriklük yaşına çatıram və çox istəyərdim ki, hamı desin ki, Səidə xanım nə müdrik insandır. Bax, bunu istəyirəm. Deməmiş olmazlar, yəqin deyiblər, hə? Deyiblər, deyiblər. Çünki mən özüm haqqında bu sözləri deyə bilmərəm ki, yaxınlarımın, doğmalarımın, ətrafında olan insanların mənə dediyi və bəxş elədiyi hərəkətlərdir ki, mən bu nəticəyə gələ bilirəm. Keçək növbəti suala. Baş rol nədir sənin üçün? Mənim üçün baş rol, kiçik rol, epizod, roldur. Oynadığın roldur. Amma baş rolün məsuliyyəti aydın məsələdir ki, daha çoxdur. Səidə xanım, bəs elə bir rol varmı ki, oynamaq istəmisiniz, amma hələ də sizə verilməyib, hələ də o rolu istəyirsiniz? Çox olur. Gözüm də qalıb, niyə mənə onu vermədilər? Axı, mən onu belə oynayardım. Sonra da fikirləşirəm, bəlkə bu mənə elə gəlir. Bəlkə mən heç bu rolu oynaya bilmərəm. Və nəhayət son 2 sualımız qalıb. Budur da, bu qalıb. O birisi isə lap axırda olmalıdır. Ay, yollar görüşəndənin çiçəsi necə oldu bala başa bəladakı İzzət Nəfsliyə çevrildi. Bunlar o qədər mənə doğma tamaşalardır ki, yollar görüşəndə Ruhəngiz Qasımovanın əsəridir. Ramiz Həsənoğlu ilə ilk dəfə mən bu tamaşada işləmişəm və ondan sonra 11 tamaşa. İzzət Nəfsliyə necə keçdim? 30 il. Bundan qabaq çəkildiyim tamaşadır. Bugün də yaddadır, bugün də yaddaşlardadır. Hamı da o tamaşadan danışır və sevirlər o tamaşanı. Bu axırıncı sualdır. Bəli, sonuncu sualımızdır. Xatırladıram ki, bu sualı siz özünüzün təyin etdiyiniz növbəti müsahibə ünvanlayırsınız. Gənclərin səhnə imicini bəyənirsiniz. Axı, onlar ölkəmizi həm də beynəlxalq tədbirlərdə təmsil edirlər. Bilirsiniz, bəzən bəyənirəm, bəzən yox. Oxuduğum mahnıya və oynadığı obraza uyğun geyim olmalıdır. Hə, gəldik sona. İndi bu sualı Səidə xanım kimə ünvanlayır? Bu sualı mən verərdim gənc müğənni Nadir Rüstəmliyə. Bilirsiniz, o həm də Azərbaycanı beynəlxalq mahnı müsabiqələrində təmsil edir. Yaxşı olardı ki, bu sualın cavabını o versin, imic barəsində də o danışsın. Çünki o oğlan imicini çox tez-tez dəyişir. Bəzən imiclərini dəyişəndə saqqalını dəyişir və yaxud da geyimində nəsə qeyri-adi bir şey ona yaraşır.
Yaxşısı budur ki, hələ bu sualın cavabını o özü cavablandırsın. Səidə xanım, vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün sizə təşəkkür edirik. Teli Səhərin tamaşaçılarına öz təşəkkürümü bildirirəm və yeni görüşlərə qədər.